Yeni bir çay qəhvə də hazır olanda bizə dostumuz gətirəcək. Bəli, paklavamız, şəkər buramız. Biz təşrif buran qonağı belə yüksək səviyyədə qarşılayıb söhbətimizə başlayacaq. Mətbəximizlə bağlı. Və əziz tamaşaçılarımız, bu dəqiqələrdə bizim qonağımız Əməkdar Muzey, İçəri Şəhər Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru Əminə xanım Məlikovadır. Və bu da təsadüfi deyil. Əminə xanımın bizim səyyar studiyamıza gəlməsinin bir məqsədi var. Məqsəd də ondan ibarətdir ki... El sənəti 1-ci Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı haqqında söhbət açacaq. Hansı ki, festival çərçivəsində konqresdə təşkil olunacaq. Yox, yaxşısı budur ki, elə həm söhbətimiz bu haqda tam təfərrüatı məlumat versin. Bəli, buyurun Əminə xanım. Salam əleykum, çox sağ olun dəvətinizə görə. Səhəri açmaq həmişə sizinlə çox xoşdur və mən tamaşaçılarımızı da salamlayıram. Bəli, sentyabrın 28-dən oktyabrın 4-ünə kimi İçəri şəhərdə maraqlı bir festival keçiriləcək. Respublikamızda ilk dəfə El Sənəti Ənənəvi Sənətkarlıq Festivalı. İçəri şəhərdirsə, festivaldirsə, necə maraqlı olmasın? Elədir, mən biraz istəyirəm bu festivaldan bəhs edim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu il Nəsimi ili kimi qeyd olunub və əlbəttə ki, Nəsimi ili təkcə Azərbaycanda yox, hətta Azərbaycandan kənarda da qeyd edilir. Çünki İmadəddin Nəsimi nəinki görkəmli Azərbaycan şairi, söz ustadı. Biz bilirik ki, bütün şərq dünyasında və hətta mən deyərdim, bütün İslam dünyasında öz xəzinəsini qoyan, ümumiyyətlə, ən görkəmli, öz dövrünün ən görkəmli şəxsiyyətlərindən biridir Nəsimi və biz bu il İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edirik. Əlbəttə ki, Respublikamızda bir neçə tədbirlər il ərzində keçirilir, biri-birindən maraqlı, biri-birindən əhəmiyyətli olan tədbirlər və mən onların arasında Beynəlxalq Nəsimi Festivalını vurğulamaq istəyərdim. Onun təşəbbüskarı isə Heydər Əliyev Fondunun vitse-prezidenti, bizim çox hörmətli və əziz Leyla xanım Əliyevadır. Artıq Respublika səviyyəsində ikinci ildir ki, Beynəlxalq Nəsimi Festivalı keçirilir bildiyiniz kimi və bizim üçün çox şaddır ki, böyük maraq var bu festivala. Və bizim üçün İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu üçün o qədər sevindirici haldır ki, məhz bu il Beynəlxalq Nəsimi Festivalı sentyabrın 28-i məhz İçəri şəhərdə ona start verilir. Və biz də Nəsimi Festivalına əlbəttə ki, qatıldıq və El Sənəti Ənənəvi Sənətkarlıq Festivalı da Nəsimi Festivalı çərçivəsində keçiriləcək. Əminə xanım, diqqətim sizdədir, icazə ver, mən qulluq eləyim. Çox təşəkkür edirəm, çox təşəkkürəm. Bu format da oradan da çox xoşdur səhər çağı. Mən biraz bu təşkilatdan da danışmaq istəyərdim, festivalın təşkilatçılarından. Bu festival İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu və İRSİKA tərəfindən təşkil edilir. İRSİKA təşkilatı, təşəkkür edirəm. İRSİKA təşkilatı İslam ölkələrinin təşkilatının bir qoludur. 1980-ci ildə yaranıb və dünyada 57, rəsmi olaraq 57 İslam ölkəsi mövcuddur və o da ki, 1 milyard yarım təxminən insan əhatə edir. Və əlbəttə ki, siz bilirsiniz ki, İslam dünyasında ənənəvi sənətkarlıq həmişə çox inkişaf edib. Demək olar ki, elə Nəsiminin dövründən və hətta ondan da əvvəl və hər il, haradasa artıq 40 ilə yaxındır ki, İRSİKA tərəfindən müxtəlif İslam dünyasının paytaxtlarında və digər şəhərlərində bu festival artıq keçirilir. Bakıda isə ilk dəfədir keçiriləcək və 35 ölkədən 50-yə yaxın yəni öz ölkələrində ən öndə gedən peşəkar sənətkarlar qatılacaq bu festivala. Təsəvvür edə bilərək nə qədər rəngarəng, fərqli, maraqlı yadda qalan olacaq. Festivalın proqram qrafiki çox zəngindir.
Artıq müəyyən oldu. Bəli, hər gün tamaşaçılarımızı da fürsətdən istifadə edərək mən böyük məmnuniyyətlə bu festivala mütləq dəvət etmək istəyərdim. Hər gün saat 10-dan saat 20:00-dək festival fəaliyyət göstərəcək. Çadırlar artıq qurulub İçəri şəhərin ərazisində. Əsas nöqtələr Qoşaqala meydanıdır. Giriş sərbəstdir. Giriş tam sərbəstdir. Söhbət piyadalardan gedir. Bəli, əlbəttə ki, giriş tam sərbəstdir və hətta maraqlısı odur ki, siz istənilən el sənəti nümunəsini əldə edə bilərsiniz. Satışda olacaq. Sənətkarlarla tanış ola bilərlər bizim tamaşaçılarımız və nəsə maraqlı gəlsə öyrədərlər yəqin. Əlbəttə ki, onlar ustad dərsləri hər zaman orada olacaq. Yəni iş prosesində olacaqlar interaktiv bizim sənətkarlarımız. Bəli, interaktiv. Əslində İçəri şəhərdə hər zaman interaktiv var. Çünki İçəri şəhərimiz doğrudan da açıq səma altında muzeydir və siz bilirsiniz ki, İçəri şəhərin hər bir güşəsində bizim tariximiz yaşayır, bizim mədəni irsimizin bir hissəsidir. Hər bir daşında sanki muğam dondurulmuşdur və İçəri şəhərin belə bir şuarı da var. İçəri şəhər Living History, yaşayan tarix. Biz muzey işçiləri də hər zaman tarixi yaşadırıq. Və əslində İRSİKA ilə İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunun İRSİKA ilə əməkdaşlıq keçən il başlayıb, sizin yadınızdadır. Əgər 2018-ci ilin oktyabr ayında Respublikamızda çox mühüm bir hadisə baş verdi. İlk dəfə olaraq İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Şirvanşahlar Dövlətinə aid olan beynəlxalq konfrans keçirildi. Müasir Azərbaycandan Tarixi Şirvanşahlar Dövlətinə səyahət adlanırdı bu konfrans və Dr. Xalid Ərən, yəni İRSİKA-nın baş direktoru, əsas məruzəçi kimi bu konfransda iştirak etmişdi. Və onun davamı kimi noyabr ayının 26-sında İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu və İRSİKA arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Və o memorandumun əsas bəndlərindən biri o idi ki, bu sənətkarlıq festivalı artıq Bakıda da keçirilsin. Biz bir qədər həyəcanlıyıq, çünki bu festivalı bizim sənət sevərləri də oradan da çoxdan gözləyirdi. Və bütün incəsənət sevərləri, tarixi sevərləri biz böyük məmnuniyyətlə bu festivala dəvət edirik. İnanın bizim telefirdən sonra müraciətlər olacaq. Əminə xanım, bu festivalın eyni zamanda sərgi yarmarkaların bədii hissəsi, yəni musiqi hissəsi olacaq? Musiqi hissəsi açılışda olacaq və daimi gün ərzində yəqin ki, bizim musiqiçilər bizi orada musiqisiz qoymazlar. Aparıcılar kim olacaq? Mənə bu maraqlıdır. Biz sizi dəvət edirik. Çox sağ olun. Təşəkkür ederiz. Biz musiqidən biraz əvvəl siz muğamlardan söhbət açdınız. Bəlkə hazırda həmin ifalardan birini təqdim edək. Bəli, necə şübhəsiz. Əlam. Böyük məmnuniyyətlə Azərbaycan Televiziya və Radiosunun solisti Nisbət Sədrəyeva. Biz estafeti ötürəcək. Buyurun, davam edirik canlı tele efirimizi və maraq üçün bir daha qeyd edək ki, hazırda bizim çox dəyərli ziyalımız və müsbət enerjili həmsöhbətimiz var. Biraz öncə biz el sənəti, 1-ci Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalına söhbət açdıq. Çox sayılı iştirakçılar, müxtəlif ölkələr, 35-dən çox. 35. Təsəvvür etmək mümkündür ki, necə ab-hava, necə ahəng, necə festival alınacaq. Artıq söhbət etdikdə, Əminə xanım bunun haqqında bəhs etdi, o görüntü yarandı. Bəli. Mən maraqlıdır, bax, biz indi çay süfrəsinin arxasında əyləşmişik. Əslində, Murad müəllim, Beynəlxalq Muğam Mərkəzinin rəhbəri Murad müəllim təqdim elədi ki, bizə təklif elədi ki, Nəcibə xanım, Emil müəllim, nəyə görə də, deyək ki, görüşlərin müəyyən bir hissəsini Ut kafedən siz təqdim eləməyəsiniz. Və əlbəttə ki, bəli, biz də razılaşdıq, şübhəsiz ki, biz yeniliklərə, əlbəttə ki, həmişə açıqıq və müntəzəm olaraq biz ölkəmizdə bilirsiniz ki, əziz tamaşaçılarımız, yaşayan, fəaliyyət göstərən müxtəlif xalqların, xarici ölkələrdən gəlmiş nümayəndələrini qarşılayırıq və o qonaqlarımızı da elə bura dəvət edib bu milli təmlarımızdan, paklavadan, şəkərburadan, gözəl bizim mürəbbələrdən dadmağa dəvət eləyəcəyik. Biz də mədəniyyətimizi belə təbliğ edirik və bayaq elə Əminə xanım da çox gözəl ideyalar dedi. Yaradıcı insan hər tərəfli yaradıcıdır şübhəsiz ki. Əminə xanım söylədi ki, nəyə görə də bizdən qala qoruğundan çıxmayasınız.
yazırsınız. Orada da biz sizə müəyyən bizim milli mətbəximizlə bağlı, etnoqrafiyamızla bağlı məlumatları təqdim edə bilərik. Biz də razılaşdıq. Hətta çox və bizi gözləyin. Bir təklif də var idi Qız Qalası. Bəli, Şirvanşahlar Sarayından. Bu çıxışlarımız da olacaq. Təşəkkür edirik dəvətlərə görə. Gözləyin gələcək. Gözləyirik sizi həmişə böyük məmnuniyyətlə. Sizdən çox gözəl enerji gəlir. Sizinlə olmaq çox şaddır. Çox sağ olun. Təşəkkür edirik. Bax, Əminə xanım, biz sənətkarlıq festivalından danışırıq. Burada hansısa məhdudiyyətlər varmı? Yoxsa bütün sənətkarlar, deyək ki, sənətkarlığın müxtəlif növləri, hər bir növü bu festivalda iştirak edə biləcək? Bəli, biz bilirik ki, hər bir xalqa məxsus el sənətkarlığında bir neçə əlbəttə ki, kateqoriya var ki, orada hər bir ölkənin nümayəndələri öz sənətkarlıq, yəni ən incə nümunələrini nümayiş edəcəklər. Bizim Azərbaycan sənətkarları da olacaq orada əlbəttə. Xalçaçılıq, zərgərlik, dulusçuluq, oyma, yəni bu kimi sənətləri onlar təqdim edəcəklər. Və sentyabrın 29-da isə İçəri şəhərdə elmi bir konqres baş verəcək. Orada da yəni həmən bu İslam dünyasının ölkələrindən bu konqresə qatılmış yəni elm insanları olacaq və konqresdəki İslam incəsənətin perspektivləri adlanır. Yəni çox maraqlı mövzularla, çox maraqlı məruzəçilər orada çıxış edəcək. Festival çərçivəsində yəni həm elmi nəzəri tərəfi də işıqlandırılacaq, eyni zamanda praktik baxımdan da əl işləri təqdim olunacaq. Kim bilir, bəlkə həmin festivalda yeni sənət nümunələri yaranacaq. Təşrif buyuran qonaqlar, həmin o turistlər ilhamlanıb daha bir incilər ərsəyə gətirəcəklər. Əlbəttə ki. Biz bunu müəyyən edib tamaşaçılarımıza təqdim edərik. Olduğu halda. Biz də təşəkkür edirik Əminə xanım, ətraflı məlumata görə. Zövq aldıq sizin Mən təşəkkür edirəm. Festival öncəsi bilirik ki, işləriniz çoxdur. Çoxlu qonaqları qəbul edəcəksiniz. Biz sizə uğurlar arzulayırıq və əlbəttə ki, Mədəniyyət kanalı, Azərbaycan televiziyası, səhərgahı verilişi olaraq biz də sizin yanınızdayıq. Mütləq gələcəyik, işıqlandıracağıq, iştirakçı olacağıq. Hətta bəlkə bilmək olmaz, bəlkə ustad dərslərində Eminlə birgə iştirak elədik. Və bir daha söyləyirəm ki, təşəkkür edirik, uğurlar. Gəlin qrafikinizdə vaxt tapınız, səhər çağını qonaq olunuz. Mən təşəkkür edirəm, gözləyirik sizi festivalda. Gözləyin, yolu keçib gələcək, yaxındayıq. Belə tamaşaçılarımız, biz də daha bir səhər çağımızın sonuna gəlib.